Salam. Gəlin bir düşünək. Əlinizdə potensialla dolu bir qrup istedadlı insan var. Bəs onları real nəticələr verən, yüksək performanslı bir komandaya necə çevirmək olar? Bax, bugün müasir iş dünyasının ən kritik, amma həm də ən çətin məsələlərindən birini komanda qurmanı araşdıracağıq. Və yox, bu sadəcə ofisdə birgə əylənmək deyil. Bu, fərdi istedadları ortaq bir uğura çevirmək sənətidir. Elə isə, başlayaq. İlk öncə, gəlin lap təməldən başlayaq. Bəsit bir sual. Niyə komandalar hər bir şirkət üçün bu qədər həyati əhəmiyyət daşıyır, amma eyni zamanda onları effektiv şəkildə işlətmək bu qədər çətindir? Bu demək olar ki, hər kəsin üzləşdiyi universal bir problemdir. Baxın, əsas məsələ budur. Niyə bəzi komandalar sanki uçur, möhtəşəm nəticələr əldə edir, digərləri isə sadəcə yerində sayır, hətta bəzən geriyə gedir? Uğurlu komandaları fərqləndirən o gizli tərkib hissəsi əslində nədir? Gəlin bu sualın cavabını axtaraq. Məsələnin ironik tərəfi də budur ki, biz komandaları mürəkkəb problemləri həll etmək üçün yaradırıq, amma çox vaxt ən böyük problem elə komandanın özü olur. Baxın bu şəkildəki kimi. Bütün enerji ümumi məqsədə yox, daxili çəkişmələrə sərf olunur və nəticədə irəliləyiş tamamilə dayanır. Amma işlər düzgün qurulanda uğurlu komandaların təsiri həqiqətən də inanılmaz olur. Onlar sadəcə işi görmürlər. Onlar biznes üçün real, ölçülə bilən bir dəyər yaradırlar. Tamamilə yeni ideyalar ortaya çıxır, performans göstəriciləri qalxır, məhsul qüsurları azalır və o böyük, qorxulu layihələr vaxtında büdcə daxilində təhvil verilir. Yəni, yüksək performanslı komandalar birbaşa nəticə deməkdir. İndi isə gəlin çox vacib bir məqama toxunaq. Tez-tez qarışdırılan, amma əslində tamamilə fərqli mənalar daşıyan iki anlayış var. Komanda qurma və komanda işi. Bu fərqi başa düşmək demək olar ki, bütün prosesin açarıdır. Gəlin bu fərqi belə təsəvvür edək. Sol tərəfdəki komanda qurma, yəni team building, bir evin bünövrəsini qoymaq, divarlarını tikmək kimidir. Bu, aktiv bir prosesdir. Sağ tərəfdəki komanda işi, yəni teamwork isə artıq o tikilmiş evdəki harmoniyadır. İnsanların bir-biri ilə necə davranması, əməkdaşlığıdır. Deməli, biri prosesdir, digəri isə o prosesin arzu olunan nəticəsi. Yaxşı, bəs effektiv bir komandanın o qızıl standartı nədir? Baxın, bu xüsusiyyətlər hər şeyin necə bir-birinə bağlı olduğunu göstərir. Hər şeyin təməlində etimad dayanır. Belə komandalarda insanlar münaqişələrdən qorxmurlar, çünki bilirlər ki, bu problemin həllinə aparan bir yoldur. Və ən əsası, hər kəs fərdi egosunu deyil, ümumi məqsədi ön planda tutur. Oldu. Bəs bu cür effektiv komandaları necə qura bilərik? Xüsusilə də komanda böyük bir dəyişikliklə üz-üzə qaldığı zaman. Bu, bəlkə də komanda qurmanın ən çətin, amma həm də ən vacib imtahanıdır. İlk olaraq bir həqiqəti qəbul etməliyik. Dəyişiklik ağrılıdır. İnsanların qəzəblənməsi, narazı olması, hətta özlərini aldadılmış hiss etməsi. Bunların hamısı tamamilə normaldır. Bir liderin vəzifəsi bu duyğuları inkar etmək yox, əksinə, onları anlamaq və idarə etməkdir. Bu emosional səyahəti anlamaq üçün əlimizdə əla bir xəritə var. Kübler-Ross dəyişikliyi əyrisi. Fikir verin, komanda şok və inkardan başlayır. Qəzəb və məyusluqdan keçir və yalnız bundan sonra yeni reallığı yavaş-yavaş qəbul etməyə başlayır. Liderin rolu isə komandanın bu əyrinin hansı nöqtəsində olduğunu anlamaq və onları növbəti mərhələyə yumşaq bir şəkildə hazırlamaqdır. Bəs konkret olaraq lider nə etməlidir? Birincisi, şəffaflıq. Dəyişikliyin niyə baş verdiyini açıq-aydın izah edin. İkincisi, empatiya. Hər kəslə təkbətək danışıb, onların narahatlıqlarını dinləyin. Üçüncüsü, yol göstərmək. Onlara başa salın ki, bu proses normaldır. Və nəhayət dördüncüsü, dəstək. Komandaya yeni reallığı qəbul edib, birlikdə irəliyə addımlamaq üçün güc verin. İndi gəlin bir dəfəlik komanda qurma tədbirlərindən kənara çıxaq və daha davamlı, daha güclü bir yanaşmanı araşdıraq. Komanda coachingi. Bu, komandanın potensialını tamamilə fərqli bir səviyyədə aşmaq üçün bir vasitədir. Peter Hawkins'in bu tərifi məncə möhtəşəmdir. Komanda coachingi əslində 1+1-in 3, hətta 5 etməsini təmin etmək sənətidir. Buradakı məqsəd ayrı-ayrı fərdlərin toplamından daha böyük bir sinerji, daha böyük bir nəticə yaratmaqdır. Bəs komanda coachu əslində nə iş görür? O, cavabları vermir. O, sadəcə düzgün sualları verir. Komandanın davranışlarını kənardan bir güzgü kimi müşahidə edir. Biz həmişə belə etmişik, kimi fərziyyələri sorğuluyur. Və ən əsası, komandanın öz səhvlərindən, öz uğurlarından öyrənməsinə, real və açıq söhbətlər aparmasına şərait yaradır. Və bütün bu komanda qurma, dəyişikliklərin idarə edilməsi, coaching səylərinin, hər birinin dayandığı tək bir fundamental element var. Bu, etimaddır. Əgər etimad yoxdursa,
heç bir şey mümkün deyil. Və budur yüksək performanslı komandaların sirri, etimad dövrəsi. Hər şey birinci addımla başlayır. Etimad. Bu etimad insanların zəifliklərini, səhvlərini açıq şəkildə etiraf etməsinə imkan verir. Bu açıqlıq fikir ayrılıqlarından qorxmayan, məhsuldar münaqişəyə yol açır. Məhz bu sağlam müzakirələrdən ən yaxşı qərarlar çıxır. Və prosesdə hər kəs iştirak etdiyi üçün sonda qəbul olunan qərarlara hamı sadiq qalır. Bu, uğurun zəncirvari reaksiyasıdır. İndi bir anlıq dayanın və düşünün. Bu sual komandanızdakı etimad və liderlik səviyyəsini ölçmək üçün bəlkə də ən güclü testdir. Lideriniz otağa girəndə enerji yüksəlir, yoxsa hər kəs özünə çəkilir, müdafiəyə keçir? Cavabınız əslində sizə çox şey deyəcək. Yaxşı, gəlin bütün bu məlumatları yekunlaşdıraq. Uğurlu bir komanda qurmaq yolunda yadda saxlamalı olduğumuz əsas prinsipləri bir daha nəzərdən keçirək. Yekun olaraq bunları unutmayın. Effektiv komanda qurmaq bir dəfəlik tədbir deyil, bu davamlı bir prosesdir. Bu yola çıxarkən məqsədlərinizi aydınlaşdırın, etimadı hər şeyin təməl daşı kimi qoyun və bir lider olaraq bu prosesin əsl memarı olun. Və əgər performansı həqiqətən də növbəti səviyyəyə qaldırmaq istəyirsinizsə, komanda coachinginin gücünü heç vaxt nəzərdən qaçırmayın. Və bu araşdırmanı bir sualla bitirmək istəyirəm. Bugün öyrəndiklərinizi nəzərə alaraq, komandanızı daha da güclü etmək üçün sabah ata biləcəyiniz ən kiçik, amma ən vacib ilk addım nə olacaq? Bəlkə bir komanda üzvü ilə səmimi bir söhbət etmək, bəlkə də ümumi məqsədləri bir daha hamı ilə birlikdə dəyərləndirmək. Addım kiçik də olsa, unutmayın, əsas olan başlamaqdır.